Motosikl həyatına yeni başlayan birine suallar vermişdik. Bu dəfə də motosiklla azdan, çoxdan, yaxından, uzaqdan əlaqəsi olmayan birine suallar veririk. İzləyicilərə bir dənə salam elə şeylə. Salam aleyküm, xoş gördük bizi. Keçək suallarımıza. Birinci sual. Səncə motosikletlərin bu qədər populyar olmasının səbəbi nədir? Motosikletlərin məncə bu qədər populyar olmasının tək səbəblərindən biri adrenalin hissinin Azərbaycanda daha yüksək olmasıdır. Çünki hər bir insan adrenalini pik yaşamaq istəyir. Və məncə o pik yaşamaq üçün motosiklet ideal bir vasitədir. Qorxanları çıxmaq şərtindən adrenalini... Qorxanlar da müəyyən bir zamandan sonra o adrenalini öyrəşir və daha da istəkli olur. Əla. Keçək ikinci sualımıza. Motosikl səncə azadlıqdır yoxsa risk? Belə deyim də, mən özüm BMW sürməyimə rəğmən BMW-də istədiyin adrenalini, istədiyin effekti, istədiyin palajeniyadan çıxa bilirsən də, Rustanın sözü olmasın. Yəni, istədiyin vəziyyətdən çıxa bilirsən. Motosiklet mənim üçün məncə azadlıqdır. Çünki BMW istərsə səni bir çərçivənin içində saxlayır. BMW deməyək də, maşın səni bir çərçivənin içində saxlayır. Amma motosikletdə tam azadsan. Tam sərbəst olaraq istənilən hissi daha da yaxından duyursan. Belə Tam dada bilirsən də tam onu. dada bilirsən, aysa. Bir şey yoxdur axı. Bir şey konkret odur. Səncə motosikletlərin artımı bizim ölkəmiz üçün yaxşıdır yoxsa yox? Məncə motosikletlərin artımı bizim ölkəmiz üçün yaxşıdır, amma sürə bilən insanların artımından söhbət. Qəşəngdir, o gözləyirdim. Belə deyim də, kaskasız və ya qoruyucu vasitəsiz motosiklet sürmək məncə düzgün bir şey deyil. Əsas özümüzə və canımıza görə yox, ətraf mühitə görə. Çünki insanlarda belə bir şey var da, insanlar nəyi görür, onu götürür. Yəni mən kaskasız motosiklet idarə eləsəm, avtomatik sən də mənə baxıb elə idarə eləməyə başlayacaqsan. Ona görə ən gözəli bütün siz nə deyirsiniz, ekiprovka ilə, bütün ləvazimatların üstündə olmaqla 49 kub sürürsən və ya daha yuxarı kublar sürürsən, fərq etmir. Bütün ekiprovka üstündə olmalıdır. Bu da qəşəng variant idi. BMW sürən biri olaraq səncə BMW ilə motosikletin oxşar cəhətləri və ya da eyni cəhətləri nələrdir sənə görə? BMW ilə motosikletin oxşar cəhətləri. BMW ilə motosikletin 3 dənə oxşar cəhəti var. Sürət, adrenalin və sürə bilən insan üçün motosiklet səni hər vəziyyətdən çıxardar. Sürə bilən insan üçün. O indi düzdür, Azərbaycanda elə də güclü professionallar wow dərəcəsində yoxdur. Müəyyən bir qism kəsb edir olarlar, amma məncə artacaq gedəcəkdir. Çünki əvvəl 10 dənə motosiklet sürən görürdüksə, indi rahat bir 200, 300, 500, hətta 10 minlərlə motosiklet sürənlərimiz var. Düzdür. Artması bomba bir şeydir. Motosiklet alacaq olsan, hansı model alarsan? Yəni Motosiklet BMW deyirsən, indi sonra BMW deyirsən də yəqin ki. motosiklet alası olsam, açıq, daha doğrusu motosiklet sürə bilsən, sənin vasitəndən öyrənə bilsən və ya sənin dostlarının vasitəsilə motosiklet sürməyi öyrənsən, Mənə vasitəmi təbii ki, BMW-yə aid bir motosiklet, yəni BMW markasının motosikletini alaram. Amma mənim ən xoşuma gələn 2 dənə motosiklet var. Biri el arasında çəpgöz deyilir, o da BMW təbii ki. Mənim istədiyimi deyir ha. El arasında çəpgöz deyilir, bir də Hayabusa. O ikisi, yəni mənim üçün motosikletlərin şedevridir. Amma indi istər-istəməz kamerada bilməm necə düşürəm. Vesimə və boyuma uyğun daha çox mənə, elə sənin özün də məsləhət görmüsən, dostların da məsləhət görüb, Harley Davidson o şey versiyaları, retro deyirsiniz, klassik. Klassik versiyalar, o belə rul qabaqda. Klassiklər. Arxa yerdə enli təkər. Onları nəzərdə tuturam, amma mənim üçün yəni çəpgöz və Hayabusa. Onlar ideal bir şeydir. Çəpgözü də mən xəstəliyə saldım da. Çəpgöz, çünki bilsən nəyə görə deyim sənə? Çünki BMW-nin bütün maşınlarında belə bir şey var, aqressiya. BMW-nin baxışları çox zloydu, çox aqressiv baxışları var. Çəpgöz motosikletdə də o aqressiya yaratmağı belə deyim də yolunu tapıb. O kimin xoşuna gəlməyə bilər çəpgöz. Amma yəni diqqətlə fokuslanıb o motosikletə baxsaq, sözün əsl mənasında BMW-nin buraxdığı bir motosiklet olduğunu hiss eləyəsən. O ciddiliyi görünür də onda. O ciddiliyi, aqressiya, o ruh, hər bir şey səni ötürə bilir o motosiklet. Motosikletə baxanda adrenalin səni çəkir də. Təbii Deyir ki, məndə adrenalin Hayabusa niyə çox istəyirəm, daha doğrusu niyə sevirəm? Böyükdür. Mənim üçün böyükdür. Ona görə Hayabusa odur. Çox iri bir şeydir. Bu arada sizə bir dənə söz deyim. Çalışın motosiklet sürərkən, ümumiyyətlə bu nəqliyyat vasitəsindən istifadə edərkən bütün qayda qanunlara riayət edin. Çünki
qayda-qanuna riayət elədikcə həm özünüzün, həm qarşınızdakı insanın həyatını xilas eləmiş olursunuz. Yəni maşın sürəndə remən taxın, motosiklet sürəndə kask taxın. Bir sözlə bütün qayda-qanunlara riayət eləməklə nəqliyyat vasitələrini istifadə edin. Ayrıca qədim zamanlarda at sürən çaparlar belə başlarına kaska taxırdılar. Ya kaska deməyək də papaq taxırdılar qoruyucu bir vasitə olaraq ki, keçəndə eləyəndə ağac falan başını dəyib sızmasın. Özünüzə yaxşı baxın, inşallah videolarımız gələcək, davamlı olacaq. Zaurun vasitəsilə motosiklet sevməyə başlayırıq. Görə axırımız nə olacaq? İnşallah da bomba kimi olacaq. Sən də İnşallah. həsəb göz alacaq. Qarya bu sırada böyründə alacaq 100%. Uşaqlar, videonu izlədiyiniz üçün çox sağ olun. Aşağıdan fikirlərinizi və yaxud da əlavə suallarınız olsa yazarsınız, onu da cavablandırarıq. Növbəti videonun da mövzusunun olmasını istəyirsinizsə onu da yazarsınız Bir də bir aşağıdan. sual verim. Növbəti videoda pişik olsun yoxsa? Əsas o məsələ idi onsuz da. Bu arada dəvətsiz misafir deyən biz bunu çağırmamışıq. Video çəkirdik, özü gəldi çıxdı və gəlməyindən məncə bizə əcr qatdı. Allahın bir işarəsi də o da bizim üçün hər şeyin yaxşı olacağına. İnşallah.